İlham Əliyevin Putinə, Azərbaycanın da Rusiya qarşı çıxmaq imkanı yoxdur. Sıfırdır. Onda biz ikinci bir suala cavab verməliyik ki, onda niyə nə baş verir? İlham Əliyev belə eləyir. Bunun da iki cavabı var. Ya bu instrovkadır, yəni uydurma bir şeydir, saxtadır, İlham Əliyevin asıb kəsməsi, bu vətən məhəbbəti, bu şey mümkün deyil. İlham Əliyevin Azərbaycan xalqına məhəbbəti olsaydı tər-tər törənməzdi. Gəncədə balaca uşaqlar öldürməzdilər. 2 il bundan qabaqda adamları gülləri heyvan kimi deməzdilər ki, müqavimət göstərdi, öldürdük. Son vaxtlar Azərbaycan polisi, dostlar, onlarla, yüzlərlə adam öldürür. Xəbəriniz var sizin? Birində heç İlham Əliyev çıxıb yox. Deməli, bu saxtadır bu. İkincisi, bu saxta olmaya bilərmi? Ola bilər. Bu da nəzəri baxımından deyirəm bunu. Bəli, ola bilər ki, bu saxta deyil. Amma çıxır, real olaraq fürsətdən istifadə edib Putinə və Rusiya qarşı çıxır. Niyə? Burada bir dənə cavab var. Rusiyadan daha güclü kimlərsə və yaxud da Rusiyadan daha çox bunu şantaj edən hansısa qüvvələr tutma bunun boynundan o ilanın boğazını sıxıb zəhərini tökən kimi. Bunu məcbur edirlər ki, sən hür Putinə qarşı, Rusiya qarşı danışsan. Arada mənim xalqımın və mənim dövlətçiliyimin taleyi təhlükə düşür. Hansısa qüvvə, əgər bu dediyim ikinci versiya varsa, doğrudan da bununla bağlıdırsa, yəni hansısa üçüncü bir qüvvə, Rusdan güclü bir qüvvə. Çünki Rusdan güclü olmasa İlham Əliyev ona tab olmaz. Deməli, Rusdan güclü bir qüvvə. Bu Amerika, İsraildirmi? Bu Amerikaya başqa biridirmi? Deyə bilmərəm mən. Nəzəri baxımdan deyirəm, əgər belə bir şey varsa, yalnız Rusiyadan bir güclü qüvvə bunu qısqırdır. Çünki sən tutulan Rusiyanın üstünə ikinci bir cəhbə açın. Ukraynada problem var. Dostlar, bu mənim şəxsi düşüncələrimdir, səhv ola bilər. Mən demirəm, mənim dediyim Quran ayəsidir. Mən sadəcə səxsli düşünürəm öz-özümə, siz də eşidirsiniz. Lütfən, hər kim öz fikrini yazsın. Mən əgər səhvimsə, mən də səhvimi düzəldim. Bu şeyləri biz analiz eləməliyik ki, nə baş verir bu ölkədə? Bu proses axırlara gedir. İlham Əliyev dostlar, Azərbaycan xalqının və dövlətçiliyinə ikinci variant varsa, real təhlükə atır. Biz, buradan təkrar edirəm, səslənirəm xalqımıza. Biz Rusiyanın simasında düşmən obrazı yaradıb, Rusiya ilə müharibəyə girə bilmərik, girməməliyik. Qafqaz müharibə meydanı olmamalıdır. Mənim xalqım son 30-40 ildə kifayət qədər müharibələrdən yorulub. Kifayət qədər qan vermişik. Kifayət qədər şəhidimiz var. Qazilərimiz var. Və bu rejim, bu dövlət onlara sahib çıxmayıbdır ki, biz duraq ikinci bir cəbhə açaq, xalqımızı təhlükə ataq. Ərəstum Mədiyəsin zəng edib. Alo. Hər vaxtınız xeyir Qurban bəy. Ay, salam, axırat. Üz istəyirəm, mən bir də təkrar zəng edə bilərsiniz Ərəstum bəy. Mən sizi kompüterdən qəbul edeyim. Ərəstum bəy zəng edib. Təbii ki, bu məsələdə Ərəstum bəy daha səlahiyyətli söz sahibidir. Onu dinləyək. Alo. Bəli. İndi normalda eşidilir. Buyurun, buyurun. Dostlar, səs normal da mı indi? Bu kompüter vasitəsilə gəlir. Birbaşa qoşmuşuq efirə. Buyurun Ərəstum bəy, söz sizdə. Əvvəla təşəkkür edirəm ki, hamı imkan yaratmışsınız, zəng eləyib fikir bildirirlər. Amma çox təəssüf ki, Rusiyadakı soydaşlarımız passivdirlər. Hələ ən azı mənim verilişə baxdığım birinci saatdır da başa tutmaq üzrədir. Passivdirlər, çünki bugün onların səsləri eşidilməlidir. Əsl həqiqətləri onlar bilirlər və həqiqətən də Qurban bəy, Rusiyada olduqca çox Azərbaycanlı var. Həqiqəti bilənlər Ərəstum bəy danışmağa qorxurlar, onu deyin biləsiniz. Şəxsən Yekaterinburg qanamalı qorxurlar. Bilirəm, səbəbini də deyəcəm indi. Qurban bəy, şəxsən mənim ailəmdə, biz ailədə 4 uşaq olmuşuq. Və bugün onların biri də Azərbaycanda deyil. Mən xaricdəyəm. Bacım ailəsindən, uşaqlarından Rusiyadadır. Qardaşım ailəsindən, uşaqlarından
Rusiyadadır. Bir qardaşım Azərbaycandaydı. Gənc deyəndə, yəni 50 yaşında dünyasını dəyişdi. Mənim bibim uşaqları var. 8 uşaqlar ailədə. Onlardan cəmi ikisi Azərbaycandadır. 8-dən ikisi təsəvvür edin. Və o Azərbaycanda olanlardan biri də artıq həyatda yoxdur. O da erkən yaşında həyatını başa vurdu. Digəri ağır xəstəlik keçirdi. Yəni orada hətta 2 qız uşağı belə bibim uşaqları içərisində, onlar Azərbaycanda deyil. Digər bir bibimin uşaqları artıq yaşlanıblar, 70 yaşlarındadılar, böyük bibimin. Onun nəvələri Rusiyadadır. Mənim dayım uşaqlarının bir hissəsi Rusiyadadır. Xalam oğlu Rusiyadadır. Bu bir nəsildən, mən hələ hamısını demirəm. Bu bir nəsildən olan, görün, Azərbaycanda heç kim qalmayıb demək olar ki. Və bunun böyük bir hissəsi Rusiyadadır. Mən anlamıram ki, adi bir kriminal hadisiyə, bəli, təşəkkür edirəm ki, siz ilk olaraq Azərbaycan media məkanında açıq şəkildə dediniz ki, bu kriminal hadisədir. Bu kriminal hadisiyə siyasi rəng vermək, bunun üzərində cəmiyyəti millətçiliyə kökləmək, anti-Rusiya əhvalı qızışdırmaq. Burada məqsəd nədir? Bilirsiniz, mənə bəlkə 100-dən yuxarı insan müraciət edir bu 2-3 gündə ki, bununla bağlı şərh edin, bununla bağlı şərh. Mən həqiqətən bilmirəm nəyi şərh edeyim. Niyə bilmirəm? Bilirsiniz, mən tarix nadiri yarısınacan oxumuşam, özdən azı 3 dildə, məşrubatın sözü olmasın. Amma hələ anlaya bilmirəm ki, burada siyasi kontekst nədən ibarətdir? Doğrudanmı Azərbaycan hakimiyyətinin bir millətçi damarı tutubdur və bunlar Rusiya Azərbaycanlılara görə bu hərəkətə etiraz edirlər, Rusiyanın bu hərəkətinə. Belə olsaydı, mən İlham Əliyev hökuməti qarşısında baş əyərdim. Amma, baxın, mən adi bir şey dedim. Dedim ki, mənim ailəmdə bir nəfər qalmışdı Azərbaycanda, erkən yaşında dünyasını dəyişdi. Bizimin uşaqlarının biri ağır xəstəliyə düçar oldu, biri öldü gənc yaşlarında. Qardaş, millət, gözünüzü açın, bunun hamısı oyunbazdır. Ərəstu bəy, üzr istəyirəm bir dəqiqə. Burada mən rejissorumuzdan xahiş edirəm. Hal-hazırda bizim söhbət pəncərəsində mənim əleyhimə apardığım bu işin əleyhinə yazanlar var. Çox xahiş edirəm. Rejissorumuzdan xahiş edirəm. Onları qətiyyən blok eləməyin, silməyin. Yalnız söyüş olsa silin. O da onların fikirləridir. O da hesab edirlər ki, mən yanlışam, mən Urusa işləyirəm. O yazsınlar, narahat olmayın. Bizə bütün fikirlər lazımdır ki, xalq özü qiymət versin. Çox xahiş edirəm rejissorumuzdan nəzarətçilərdə silməyin. O söyüş başqa şey. Qaydalarımızı pozan kimsə bloklayın geçsin. Amma fikir bildirən adamları silməyin, xahiş edirəm. Davam edin Ərəstun bəy. Qurban bəy, əgər həqiqətən də yenə deyirəm, bunun arxasında bir milli təəssübkeşlik olsaydı, vallahi mən bunu 2 əlli dəstəkləyərdim. Amma mən bilirəm ki, bu belə deyil axı. Mən əminəm ki, bu belə deyil. Bəli, siz demiş. Bəlkə də insanlar deyəcəklər ki, nə yapışmışsınız bu tərtər işindən. Əziz həmvətənlərim, əziz soydaşlarım, tərtər cinayəti Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəsinə, Azərbaycan xalqının qüruruna, ləyaqətinə qarşı törədilmiş ən ağır cinayətdir. 2-ci Dünya müharibəsindən sonra, Stalinizmdən, Bağırovizmdən sonra Azərbaycan xalqına qarşı bu miqyasda cinayət törədilməyibdir. Və burada söhbət son 60-70 ildən gedir. Və Qurban bəy, dünən Əvəz bəy sizin efirdə etiraf elədi ki, hərbi prokurorun 1-ci müavini ona deyibdir ki, bu cinayəti Rusiya törədir. Doğrudurmu? Bəli, bəli. Rusiya və Nəzməddin. Bəli. Ərəstun ordusu neçildir bunu deyir? Azı bir 7 ildir. Sual olunur ki, yaxşı, əgər siz bu qədər milli təəssübkeşlik hissinə maliksinizsə, əgər siz bu qədər millət üçün ağrıyırsınızsa, həmin Rusiyanın
Azərbaycanın daxilindəki uzantıları, casusları, xəyanətkarlar tərəfindən törətdiyi bax, bu cür cinayətə niyə reaksiya vermişdi? Onları mükafatlandırırsınız. Nədir sizin məqsədiniz? Nədir sizin niyyətiniz? Siz həmin o Putler sözünə görə Rauf Mirqədirovu, o sözü Rauf Mirqədirov yarattı, Qurban bəy. Buradan Rauf bəy salamlayıram. Bəli, Rauf Mirqədirov kişi adamdır. Rauf Mirqədirovu Türkiyədən qanunsuz şəkildə Erdoğan hökumətinin əlinlə, bəli, Erdoğan hökumətinin əlinlə, bunu mən bir də deyirəm, 5 dəfə də təkrar edə bilərəm. Oğurluyub gətirib Azərbaycanda ona dövlətə xəyanət ittihamı verdilər. Həbs atdılar. Azərbaycanı bəlkə 3-5, uzaq başı 5 jurnalistindən birini Hilal Məmmədov xatırlayın. Hilal Məmmədov o bir Talış uşaqların oxuduğu meyxanasların bir Türk protokoyu davay da Svidaniya. Onu Rus televiziyasına, o zaman nisbətən müxalif mövqedə olan Rus televiziyasına şərh elədiyinə görə onu Talış separatizmdə saxta ittiham edib həbsxanaya atdılar. Siz indi Putinə Putin deyirsiniz. Putinin qarşısında sifətinizdə bir yaltaq ifadə yaradıb. Bizim xalqın 350 Rus məktəbi var. Bizim xalqın nümayəndələrinin əksəriyyəti uşağını məktəbə göndərəndə Rus məktəbinə üstünlük verir. Bunu deyən siz deyilsiniz. Nə həyasızlıqdır qaldırmışsınız bu ölkədə? Nə özünüzü qoymusunuz axırıncı yola? Niyə bu millətin hisslərindən oynuyorsunuz? Niyə bu millətdə millətçilik, saxta millətçilik oyadırsınız? Bu çox millətli ölkədir Azərbaycan. Sabah həmin Rusiya səndən qisas almaq istəsə, hansısa elə satqın xain Azərbaycanlıların və yaxud başı işləməyən, cahil, nə bilim, yaramaz Azərbaycanlıların əlindən 3 Rusu öldürsə, biz nə deyəcəyik dünyaya? Nə cavab verəcəyik biz? Hansı ki, o Ruslar bizim vətəndaşlarımızdır, bizim insanlarımızdır. Onlar bu günəcən Azərbaycanda yaşayırlarsa, deməli onlar Azərbaycana üstünlük verirlər. Deməli onlar bu xalqın arasında yaşamağa üstünlük verirlər. Bunlar təkcə Rusiyadakı Azərbaycanları təhdid altına qoymur, Qurban bəy. Bunlar bu avantürizmlə Azərbaycandakı Rusları da təhdid altına qoyurlar. Bizim vurulan, Rusiya tərəfindən vurulan təyyarənin pilotunun ikisi də Rus millətindən idi. Bizim Qarabağ Savaşında körüllük edib döyüşən Rus şəhidlərimiz var. 2 kriminal hakimiyə öz arasında razborka aparır. Bəli, razborka bu siyasət deyil, bu kriminal razborkadır. Nəyi bölə bilmirlər, nəyin üstündə didişirlər bilmirəm. Dediyim kimi bilmirəm. Tarix məhdud oxumuşam yarıyadan, amma bilmirəm, başa düşə bilmirəm. Amma mən dəqiq bilirəm ki, bu milli təəssübkeşlik deyil. Milli təəssübkeşliyi olan hökumət millətinə zor tətbiq eləməz, millətinə işgəncə verməz, millətini yoxsulluğa düçar eləməz, millətini korrupsiya burulğanında boğmaz, millətini ölkəsindən bizərgin salmaz ki, onlar gedib Rusiyada bax, belə şeylərlə üzləşsinlər. Özləşdiklərindən nədir Qurban bəy? Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının 90% kriminaldır. Bəli. Bunu mən sizə deyirəm. Mən Rusiyadan mənim də kifayət qədər əlaqələrim var. Ərəstun bəy, mən üzr istəyirəm bir şey deyim. Mən bu Yekaterinburqda baş verən hadisə ilə bağlı oranın diaspora ilə də əlaqədə mənə dedilər. Deməli, orada əslən vətəndaşlar hamı bilsin. Bu adamlar tək bunlar yox ha, Rusiyada diaspora ilə təşkilatlanan bəzi qruplar var. Bunlar zaman-zaman Azərbaycandan verilən pullar hesabına, Azərbaycandan gələn sifarişlər əsasında terror həyata keçirib Azərbaycanlılara qarşı, Azərbaycan müxalifətinə qarşı Rus ərazisində cinayətlər törədiblər. Görünür, hakimiyyət həm də Ərəstun bəy ola bilərmi ki, ondan qorxsun ki, bu istintaqın axırı gedib bunların ifşasına səbəb ola bilər, belə haşiyə salsın. Qurban bəy, əvvəla Rusiya
heç nəyə baxmayaraq elə də ölü dövlət deyil ki, onun ərazisində hansısa bir qeyri-Rus və yaxud qeyri-Rusiya cinayətkar təşkilat diaspora adı altında və yaxud elə normal diaspora təşkilatı fəaliyyət göstərsin. Bunun hamısı Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətindədir. Hamısı. Və Rusiyanın da xüsusi xidmət orqanları, polis orqanları o Azərbaycanlı cinayətkar dəstələrindən istifadə edirlər. Onların vasitəsilə Azərbaycanlıları təhdid edirlər və bunların Azərbaycanlardan başqa heç kimə gücü çatmır. Onlara imkan verilməyib ki, geçir Rusa toxunsun, Çeçenə toxunsun, ya nə bilim, Erməniyə toxunsun. Qətiyyən. Onların işi Azərbaycanlılardan təhdid, şantaj, reket yolundan pul toplayıb Rusiyanın məmurlarıyla bölüşməkdir. Bəli. Və onların hamısı siyahıda deyil, komanda lazım olanda verilir, götürüb beləcə ya məhv edirlər, ya nə bilim, nə edirlər. Burada Azərbaycanlı mənə zəng edib dünən. Deyir ki, Rəsmi bəy, bu bandanın başlısı Şahin Şıxlinskidir. Bugün onu tutdular Rusiyada. Əli Quliyev yazdı, Əli bəy salamlayıram. Əli Quliyev burada yazdı bu dəqiqə ki, artıq həbs edibdilər Şıxlinskini. Bəli, yəni orada yaşayan adam mənə dedi ki, o da deyir, qorxur insanlar, deyir, mənim adım olmasın. Bəli. Siz qorxmursunuz, dedim, mən heç kimdən qorxmuram, ay kişi, nədən qorxacam, Mən Rusiyadan olsam deyərəm bu sözü, harada olsa deyərəm, həqiqət de bu. Yəni, Azərbaycan diaspora qurumları kriminal dəstələr çoxu, hamısı yox, mütləq əksəriyyəti və onlar həm Azərbaycan hakimiyyətindən, həm Rusiya hakimiyyətindən əlaqəli işləyirlər. Və onlar Azərbaycanlılara orada divan tutan Çeçenlər deyil, Ruslar deyil, nə bilim, ermənilər deyil. Bəli, məhz Azərbaycanlıların içindən yaradılmış cinayətkar dəstələrdir. Ərəstin bəy, üzr istəyirəm, bu 2018-2019-cu ildə biz bu fəaliyyətimizi genişləndirəndə mənə Rusiyadan xəbər verdilər ki, Azərbaycan dövlət səviyyəsində bəzi cavanları göndəriblər Rusiya ərazilərində. Ağıllı başlı görə keçirləyib cəmaatdan pul yığırlar. Niyə? Azərfidmə yardım adı ilə. Mənə dedilər bunu, dedim qardaşlar, bizdə yardım hesabımız ekrandadır. Yalnız oradan göndərirlər. Elə adamlar bir tanımırıq. Hakimiyyət görün elə alçalıqla məşğuldur. Bir də Qurban bəy, həmin o diaspora təşkilatı adı altında fəaliyyət göstərən kriminal dəstələr nə edirlər? Onlar Azərbaycan hakimiyyət nümayəndələrini Rusiya qara yolla, yəni qanunsuz yolla investisiya olunmuş milyonlarla, milyardlarla sərvətini qorumaqla məşğuldurlar. Bəli. Siz gördünüz, Xanlar və Əliyevin bilirsiniz nə qədər geri gəlmişlər. Həmin Yekaterinburgda biznesi var, Samarada biznesi var, Kislovodskda biznesi var. Bunların hamısının pulunun bir hissəsi də Rusiyada investisiya olunubdur. Çünki Rusiya qara iqtisadiyyatdır, gizli iqtisadiyyatdır. Ora bunlar rahat şəkildə pulu konteynerlərə yığıb aparırlar. Onlar da deyir ki, gətirin, gəlin burada şərifini qoyaq işləyək. Söhbət bundan gedir, amma arada təpi kimə dəyir Azərbaycanlılara. Bəli, o gün mən yazmışdım bu barədə. Təsəvvür edin, bir maşını polis güya təqib edildi, daha doğrusu saxla əmri verib, şübhələniblər ki, oradan artıq maddə var. 3 nəfər oldular maşında, adam saxlamayıb, Qaradağ rayonunun ərazisində güya bıçaqla polisi təhdid edib və adamı güllə ilə vurub öldürüblər. 10 kilogram narkotik çıxıbdır. Narkotik maddələr, Qurban bəy, baxın, narkotik maddə marihuana və ya narkotik maddə opium və ya narkotik maddə kokain yox, narkotik maddələr. İndi təsəvvür edin, Qurban bəy, xronoloji qaydada buna bax. Hadisə, Daxili İşlər Nazirliyi mətbuat xidməti nə tez bildirəcək o narkotikdir? Özləri gətiriblər də. Axşam 11-də olubdur, Qurban bəy. Qaradağ rayonunun ərazisi. Axşam 11-də olan hadisə deyim, nə bildirək ki, səhər tezdən bu narkotikdir? Səhər tezdən deyil. Gecə saat 2:30-da artıq məlumat yayılır. Azərtaş tərəfindən. Vilayət Eyvəz özü göndərdi narkotiki.
hadisə yerinin müayinəsi, siz bunu qəşəng bilirsiniz. Mən də əməliyyatçı kimi çox qəşəng bilirəm. Ondan sonra orada götürülmüş vasitələrin, istər oldu silah olsun, istər bıçaq olsun, istər başqa əşyalar olsun, bunların sənədləşdirilməsi, aktlaşdırılması, sonra bunun Bakıya gətirilməsi, laboratoriya verilməsi, laboratoriyada o maddələrin xarakterinin müəyyənləşdirilməsi və bunun hamısı gecə vaxtı 3 saat yarım ərzində. Mümkündür Qurban bəy belə bir şey. Yo, dedim lan, narkotika yəqin vilayət əvvəldən özü göndərir, özü bilir ki, narkotik ona görə. Bəlkə də orada narkotik olmuyor, başqa məsələdir, kim bilir. Və bunu mən yazmışam, yüzlərlə insan bəyənib, paylaşıbdır. Daxili İşlər Nazirliyi, susun, niyə susursunuz, cavab verin də, deyin ki, mən sizə böhtən atmışam, gözünüzdə soxun bu faktları. Ki, yaramazda siz 3 saat ərzində necə müəyyənləşdirdiniz ki, bu narkotik maddədir? Hansı ekspertiz əsasında? Hansı laboratoriyalarla? Necə elədirsiniz? Gecə saat 3-ün yarısında agentlik işləyir ki, durub məlumat yayır. Gecə saat 3-ün yarısında agentlik işləyir ki, adi bir hadisə haqqında məlumat yayır, Qurban bəy. Görünür, o öldürən tərəf kimsə, yüksək vəzifəli adamların uşaqlarıdır, örtbas eləməyə çalışırlar da. Gəncədə də həmin hadisə baş verdi. Bu, Qurban bəy, adi hadisədir. Təkcə son 3 ayda 3 ya 4 belə hadisə olubdur və qəşəngdən söz tapdılar. Polis tərəfindən zərərsizləşdirildi. Adam öldürürlər. Adını deyirlər ki, polis tərəfindən zərərsizləşdirildi. Abala, polisə hətta müqavimət göstərsə, Qurban bəy, siz harada görmürsünüz ki, bıçaqla müqavimət göstərən adamı vurub öldürürlər. Bıçaqla müqavimət göstərən adamı gülləri atırlar ayağına, qoluna. Elədirmi? Ölkə çıxıb, qanun çərçivəsindən çıxıb. Və, qanun çərçivəsi de, Qurban bəy, quldurluqdur, bu terrorçuluqdur. Qanun çərçivəsindən çıxmaq başqa bir şeydir. Bu terrorçuluqdur. Və bu hadisələr artıq qanuna uyğunluğa çevrilir. Adi hala çevrilir. Amma bununla işim yoxdur. Biz polis nədir, hakimiyyətləri çox yaxşı bilir. Bunu bizə izah eləməyə ehtiyac yoxdur. Sual olunur ki, buna niyə kimsə səsini çıxarmadı? Niyə bir media resursu sual vermədi ki, niyə polis adamı atıb öldürüb, ayağını atmayıb, yaralamayıb? Bəlkə o adam böyük bir narkobaronuymuş. Böyük bir narkomafiyanın başçısı demiş, bir kartelin rəhbəriymiş. Mafiyozuymuş. Niyə öldürmüşsünüz? Tərtərdə vətəni xəyanətə ittiham elədiyi adamı öldürür. Başa düşmədim. Doğrudan da vətən xaini sistemini öldürürsən, bəs bunu tapmazsan axı ki, buna kim bu tapşırığı verir? Niyə öldürürsən? Son bir dəqiqədə vaxtınızı alaraq bizim izləyicilərə müraciət eləmək istəyirəm. Əsəbətən, yadınızda saxlayın. Bunu artıq mənim 60 ilin ən azı 35 illik şuurlu hissəsi həyatımın deyir ki, Azərbaycanda millətçilik, dövlətçilik, türkçülük, turançılıq, hakimiyyət, ona bağlı media, hakimiyyətin özünün mediası tərəfindən qızışdırılırsa, nəsə çox pis plan olduğunu düşünün. Bilin ki, Azərbaycanda ən iyrənc əməllər vətənpərvərlik, dövlətçilik, millətçilik arxasında yüksədilir. Hazır olun, nəsə baş verəcəkdir. Əgər hələ baş verilmişsə, bəlkə də baş verib hələ bizim xəbərimiz yoxdur. Ona görə bu şeyləri anlamaq lazım deyil. Yekaterinburgda hadisə baş verildi. Tamam, Azərbaycan, bəli, döyüb öldürüblər. Mən bunu inkar eləmirəm. Mən əminəm ki, döyüb öldürüblər. Niyə? Çünki Rusiya polisi də Azərbaycan polisinin tayıdır. Eyni təbiətdə hökumətdir. Ona görə mən dedim ki, iki kriminal banda öz arasında razborka aparır. Bunlar hakimiyyət deyil, bunlar kriminal bandalar. Yəni, bunun yolu nədir? Biz Azərbaycanlı kimi, Azərbaycan dövləti kimi istəyirik bunun istintaqında iştirak edək və bir istintaq əməliyyat qrupu göndərirsiniz, gedir ən azında monitoring aparır ki, nə baş verir. Belədir mi Qurban bəy? Bəli, ən belə sivil yolu odur. Bəli, bəs bu isteriya nədir? Bəs bu həyasızlıq nədir? Bəs bu milləti qızışdırmaq nədir? Deməli, nəsə pis işlər gəlir qarşıdan. Sözümü yadda saxlayın. Tək mən yanılmışım. Ərəstun bəy, üzr istəyirəm, tələsməyin bir dənə vaxtınız varsa. Burada biz danışanda
mən dünən izdahda dedim ya söhbət. Onu bax bu dəqiqə bir tamaşaçımız da yazdı ki, ola bilsin ki, bu SSR-ni bərpa planının tərkib hissəsidir. Rusiya bəhanə vermək üçün bunu eləyir Əməliyev. Bu versiya mümkündür. Qurban bəy, bilmirəm. Mən heç bir versiyanı istisna eləmirəm. Mən hətta istisna eləmirəm ki, yaxın günlərdə devalvasiya baş verə bilər. Məsələn, iyul ayının birindən bilirsiniz ki, elan elədilər ki, böyük sosial paketlər tətbiq olunmağa başlayır, amma Azərbaycan dövlətinin pulu yoxdur. Bu pulu hardan alacaqlar? Devalvasiyadan. Çünki Azərbaycan iqtisadiyyatı deyilən şey neftdən gələn pulların büdcəyə transfer olunmasıdır və oradan maaşların, planların ödənilməsidir. Sadə mən iqtisadçı deyirəm, amma sadə mexanizmdir. Bunun üçün iqtisadçı olmaq lazım deyil. Gələcək nəsillərin də payını yeyirlər. Bugün 1 manat 70 qəpiyə olan dolları manatı devalvasiya edirlər, verirlər 2 manatdan və həmin o fərqi də sosial yardım adından əhaliyə paylayırlar və 5-10 dənə də yaltağı tapırlar, durur yaltaqlanır. O yaramaz jurnalist adına ləkə olanlar var ki, onlar başlayır hökumətin nə bilim sosial siyasəti, belə gəldi, insanlar zənginləşib. O gün biri yazır ki, Azərbaycanlılar varlanacaqdır. Allah sənə qismət eləsin elə varlanmalı. Sənin bütün nəslinə qismət eləsin elə varlanmalı. Ondan sonra o fərq ki qalır onda, Qurban bəy. Onu paylayacaqlar əhaliyə, amma devalvasiyada başqa nə hadisə baş verir? Qiymətlər artır. Həmin bazar da, əgər 15% devalvasiya olacaqsa, 25-30% bahalaşacaq. Bu ola bilər. Başqa hansısa bir, nə bilim, hakimiyyətin elə daxilində kütləvi həbslər ola bilər, hansısa hakimiyyət daxili transferi, hər şey ola bilər. Hər şey. Amma mən onu bilirəm ki, əgər bir ölkədə, mən bunu Facebookda yazmışdım, o Rusiyanın ən çox sevdiyim yazıçılarından, Rus yazıçılarından birisi Saltykov Şedirin. Onun belə bir ifadə, ən azı onun adına çıxılır bu ifadə. Deyir ki, əgər Rusiyada vətənpərvərlikdən danışırlarsa, demək hardasa nəsə olmayıblar. Buna analoji olaraq mən deyim, əgər Azərbaycanda vətənpərvərlikdən, millətçilikdən danışırlarsa, deməli nəsə çox pis əməl baş verəcəkdir. Yəni. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Rəstum bəy, çox sağ olun, minnətdarım.